Salam, hər vaxtınız xeyir. Bugün sizə kubun necə düzgün qurulmalıdır onu izah edəcəm. Ümumilikdə kub deyəndə bütün tərəfləri bir-birinə bərabər ilk cümlə bu ağla gəlir. Amma bizim bu hazırki, indiki görünüşdə olan kubumuz hansı ki daha çox yandır. Deməli, bizim bu hissələr balacadır. Uzunluq cəhətdən, nisbətən bu hissəyə. Amma bizim bu hissələr və digər bu hissələr bir-birinə bərabərdir. Amma bu hissələr isə, hansı ki mən indi yaşıl rənglə işarə eləyəcəm, bir-birinə bərabərdir. Amma bu hissə, bu 3 dənə hündürlük olan bir-birinə bərabərdir. İndi gəlin belə izah edim sizə. Ümumilikdə kubu çəkəndə ən birinci biz ortadan, yəni bu hissəni çəkirik. Bu hissəni bir çəkdik. Bu hissəni çəkəndən sonra aşağıdan düz bir xətt çəkirik. Düz bir xətti çəkəndən sonra digər hissələr qalır ki, hansı ki bu hündürlük, yəni hündürə qalxan, aşağıda olan hissələr. Fikir versəz, bu hissə daha azdır, bu hissə isə daha çoxdur. Deməli, biz nə etməliyik? Çəkəndə və ölçüsünü bu uzunluğa nisbətən daha balaca götürməliyik. Daha yuxarıda çəkdik. Və digər hissəni bu uzunluğa eyni nisbətən olaraq daha aşağıda çəkirik. İndi mən bunu bir dənə ölçü ilə götürüm. Bu hissədə bitir. Və daha sonra dedik axı bu hündürlük olan xəttlər bir-birinə bərabərdir. Deməli biz digər tərəfdə eynisini yuxarı qaldırırıq və qoyuruq xəttimizi. Bu hissədən də eyni ilə yuxarı qaldırdıq və xəttimizi qoyduq. Bu hissə hansı ki bu içəri daxildə biz bir yaratmalıyıq. Çəkdik bunu və bunun ölçüsünü götürürük. Biz dedik axı bir-birinə bərabər olmalıdır. İndi bu hissələri bir-birinə eyni olmalıdır. Bu hissələr bir-birinə eyni bərabərlikdə olmalıdır. Çəkərkən buna diqqət edin. Daha sonra bu hündürlüyü götürürük, burada da çəkirik. Avtomatik. Daha sonra bunları birləşdiririk. Bunları birləşdirəndən sonra bizim ortaya yaranır kubumuz. Kubu ümumiyyətlə necə ştrixləmək lazımdır? İstiqamətlər var. Baxın, bu yuxarı istiqamətə gedir. Deməli, bizim bu ştriximiz axıra qədər yuxarı istiqamətdə gedəcək. Düz əsla olmaz. Daha sonra yuxarıdan aşağıya, yan və digər istiqamətdə, baxın, yuxarıya doğrudursa, deməli, bizim də istiqamətimiz bu tərəf olmalıdır, yan gəlməlidir. Digər əks tərəf olmalıdır. Yuxarıdan aşağıya olmalıdır. Aşağıdan yuxarıya. Və ümumiyyətlə onsuz şəklə baxsanız görərsiniz ki, ştrixin izləri var istiqamət olaraq. Bugünlük mən sizə kubun quruluşunu və necə ştrix edilməlidir onu izah etdim. Gələn dərsimizdə artıq kürənin necə qurulmalıdır və düzgün necə ştrixlənməlidir. Hansı ki, ən çətini kürədir, ən çətinlərdən biri. Belə bir seriya olacaq, hansı ki, hər dəfə mən sizə kub, kürə, akademik heykəllərin qurulması, ştrixlər bir yerə qədər mən sizə izah edəcəm. Bundan yararlana bilərsiniz. İstədiyiniz sualları kommentariyada yaza bilərsiniz. Hansı ki isə qaranlıq qaldı, aydın olmadı, mən də sevə-sevə cavablandıracağım.